Hər kəsə salam. Deməli, bu günlərim həndəsənin əsas anlayışlar bölməsinin ümumi izahını verəcəm. Deməli, həndəsənin əsas anlayışlarından biri də nöqtə müstəvidir. Müstəvi üzərində sonsuz sayda nöqtələr qeyd eləyə bilərik. Müstəviyə aid olan və aid olmayan nöqtələr var. Bax, hər hansı bir müstəvidir, fərz edək ki, müstəvi üzərində A nöqtəsi, B nöqtəsi və ya müstəvi üzərində olmayan C nöqtəsi, müstəvi üzərində olmayan D nöqtəsində qeyd eləyə bilirik. Yəni, aksiyomlardan biridir, müstəviyə aid olan və aid olmayan nöqtələr var. Və bir nöqtədən sonsuz sayda düz xətt keçirmək olar. Fikir verin. Bir nöqtədən sonsuz sayda düz xətt keçirmək olar. Bu da ikinci bir aksiyomdur. Müstəvi üzərində hər hansı bir və üzərində olmayan da ola bilər, üzərində olan da ola bilər. Biri üzərində olsun, aid olsun, biri üzərinə aid olmasın, müstəvi üzərində olmasın. İki nöqtəni yalnız və yalnız bir düz xətt birləşdirir. Fikir verirsiniz. Deyə bilmirik ki, sonsuz sayda fikir verir. Bu düz xətt sayılmır, görsən. Deyə bilərik ki, belə xəttlər çəkə bilərik. Xeyr. İki nöqtəni yalnız və yalnız bir düz xətt keçirə bilirik. İki nöqtədən yalnız və yalnız bir düz xətt keçir. Bu da aksiyomlardan üçüncüsü. Çox da aksiyomlar. Əsas bunlardır. Çünki həndəsəyə giriş eləyəndə ən çox həndəsə belə deyim, fiqurlar üzərində olsun, lap düz xətt şua olsun, bu üzərində olsun, bucaq üzərində olsun. Yəni, bizə köməkçi olan bir, belə deyim, aksiyomlardır. Daha sonra, belə deyim, şua, düz xətt, parça, başlanğıcı var, sonu yoxdur. Bu nədir? Şua. Aşağı siniflərlə tanışıq artıq. Başlanğıc və son nöqtəsi olan, belə deyim, düz xəttdə parça deyilir. Parça ölçülür. Fikir verirsiniz, başlanğıc və son nöqtəsi var. Çünki hər hansı bir xətt keçdi, məsələn, deyirik, parça nə qədər uzunluqdadır. Gətirib xətt keşi qoyanda 0 bölgüsünü bura və daha sonra isə neçə santimetr olduğunu ölçə bilirik. Deməli, parça ölçülür. Şuanın son nöqtəsi olmadığı üçün ölçülə bilmir. Düz xətt sonsuz uzanan bir xəttdir. Belə deyim, başlanğıc və son nöqtəsi yoxdur. Buna da deyəcəyik düz xətt. Düz xətt. Parçadır, şuadır, düz xəttdə əlifbanın kiçik və böyük hərflərinin işarə oluna bilər. Adlandıra bilərik. OA şuası, AB parçası, A düz xəttdir məsələn. Deməli, bunlardan hansı ölçüldü? Təbii ki, parça ölçüldü. Xəttkeş vasitəsilə uzunluq vahidləri ilə də ifadə etmək mümkündür. Ən kiçik uzunluq vahidi millimetr, ən böyük uzunluq vahidi isə kilometrdir. Bunu bilirik. Daha sonra parçaların say düstur. Məsələn, bir düz xətt üzərində hər hansı bir nöqtələr qeyd olunubdur. Bizə deyir, neçə parça var. Təbii ki, bunları sayaraq düzgün nəticə alıb-almadığı tam dəqiq deyil. Çünki uşaqlar bəzən çaşır. Məsələn, baxırıq nöqtələrin sayına, baxırıq ki, 6-dır. Deməli, n bərabərdir 6, 6 nöqtə var. Nöqtələrin sayına görə parçalar sayı düstur. Deməli, parçanın sayı hansı düsturla hesablanır? Parça sayı n vur, n çıx 1 böl 2 düsturu ilə. 6 nöqtə olduğu üçün neçədən parça var? 6 vurulsun, altdan birini çıxıram 5 böl 2. O da eləyəcək 15. Demə 15 parça var. Doğrudan da 1 parça, 2 parça, 3 parça, 4 parça, 5 parça. 6, 7, 8, 9. Fikir verirsiniz. 10, 11, 12. Sonra 13. Baxın, 13, 14. Bax, bu da 15. Aha, 15 dənə parça. Yəni, tam dəqiqliklə gərək sayasan ki, dəqiq cavab alasan. Deməli, düz xətt üzərindəki nöqtələri sayırıq. 6 nöqtə idi və parçaların say düsturu bundan hesablanır. Sonra şuaların say düsturu. Şua, məsələn, düz xətt üzərində nöqtələr qeyd olunub. Misal üçün, bir neçə şua var. Təbii ki, 1 şua, 2 şua, 3 şua, 4 şua. Məsələn, sonra 5 şua, 6 şua, 7 şua,
8 şua. Deməli, şuaların say düsturu 2 vurulsun n düsturu ilə hesablanır. Bu da şuaların şua sayı. Məsələn, verilib bir düz xət üzərində 3 dənə tutalım nöqtə var. N bərabərdir 3. Bizə bir neçə şua var? 2 qat. 2-ni 3-ə vuracam 6. Parçaların say düsturu n vur n çıx 1/2. Şuaların say düsturu 2 vur n düsturundan hesablanır. Daha sonra bucaqlara keçdik. Deməli, bucaq birinci iti bucaq. İti bucağın ölçüsü 0 ilə 90 dərəcə arasındadır. Deməli, 0-dan böyük, 90 dərəcədən kiçik olur. Bu da iti bucaq. Ən kiçik iti bucaq 1 dərəcə, ən böyük iti bucaq 89 dərəcədir. Bunu da bilirik. İkinci, düz bucaq. Düz bucağın dərəcə ölçüsü məlumdur. Neçə dərəcədir düz bucaq? 90 dərəcədir. Deməli, bir açıq bucaq 2 düz bucaqdan ibarətdir. Bax, bunu unutmayın. Çünki açıq bucaq 180 dərəcədir. Fikir verin. Tam ortadan böləndə 2 dənə düz bucaq əmələ gəlir. 90, 90. Cəmi olacaq açıq bucaq. Yəni 180 dərəcə. Bu da açıq bucaq. Bu açıq bucaqdır. Dördüncü kör bucaqdır. Kör bucaq 90 dərəcədən böyük, 180 dərəcədir. Deməli, 90-dan böyük, 180 dərəcədən kiçik olur. Ən kiçik kör bucaq 91, ən böyük kör bucaq 179 dərəcədir. Tam bucaq iki düz xəttin kəsişməsindən alınan bucaqdır. Hansı ki, bax, buna tam bucaq deyə bilirik. Tam bucaq 360 dərəcədir. İki düz xət kəsişdikdə, bax, bununla bu bərabər nə deyirik? Qarşılıqlı bucaqlar. Alfanın qonşusu betdə qonşu bucaqlar. Deməli, qonşu və qarşılıqlı bucaqlar əmələ gəlir. Qarşı-qarşıya olanda qarşılıqlı bucaqlar. Böyür-böyürə fikir verirsiniz, lori dilində deyirəm. Qonşu bucaqlar. Qonşu bucaqların cəmi 180 dərəcədir. Bunlar oldu qonşu bucaq. Bəzən deyir ki, qonşu bucaqlar 1/8 nisbətindədir. Qonşu bucaqlar 1/8 nisbətindədir. Kiçik bucağı tap deyəndə qonşu sözünü görəndə 180 dərəcəyə də düşür. 1k plus 8k bərabərdir 180. 9k bərabərdir 180. K da bərabərdir 20. 20-ni 1-ə vururam 20, 8-ə vururam 160. Deməli, ən kiçik 20, ən böyük 160 dərəcədir. Qonşu bucaqlar. Söhbət gedəndə. Deməli, 180 dərəcə ilə hesablayırıq. Qarşılıqlı bucaqlar isə bərabər olan bucaqlar. Məsələn, bura 50 dərəcədirsə, nümunə ilə göstərirəm. Qarşısı da 50 dərəcədir. Qonşusu 180-dən 50-ni çıxıram, 130 dərəcədir. Digəri də 130 dərəcədir. Hətta bir nümunə deyirəm. Belə bir misal var. Deyir ki, bucağa qonşu olan iki bucağın cəmi 200 dərəcədir. Deməli, bu iki düz xəttin kəsişməsindən alınan bucaqlardır. Bucağa, məsələn, alfa bucağına qonşu olan iki bucaq. Bu alfanın böyründə bura betadır, qonşu bucaq. Digər tərəfində də bura betadır, yəni qonşu bucaqlar. Necə bucaqlardır? Eyni. Əgər 2 dənə beta 200 dərəcədirsə, onda bir dənəsi olacaq 100 dərəcə. Onda belə çıxır ki, bucağa qonşu olan iki bucağın cəmi 180 deyilsə, çünki cəmi 180-ə bərabər olan bucaqlar qonşu bucaqlardır. Cəmi 200 veribsə, deməli 2 yerə bölürəm 100, 100. Məsələn, bucağa qonşu olan iki bucağın cəmi 80 dərəcədir. 40-40 bölüşdürürük. Bucağa qonşu olan iki bucağın cəmi 100 dərəcədir. 50-50 bölüşdürəcək. Çünki 180 dərəcə deyil. Demək ki, qarşılıqlı bucaqlardır. Yox, əgər, məsələn, desək ki, 2-4 nisbətində olan qonşu bucaqlar və ya 2-4 nisbətində olan bucaqların cəmi 180 dərəcədir. Demək, bu bucaqlar necə bucaqlardır? Qonşu bucaqlardır. Deməli, məndən alfanı istəyir. Tez 180-dən də çıxacam 100-ünü. Eləcək 80. Deməli, alfa neçə oldu? 80 dərəcə. Sonra bucaqların orada növləri də var. Deməli, bu cür bucaqlar da verilə bilər. Məsələn, bura verilibdir 110 dərəcə. Bura verilib 100 dərəcə. Bizə deyir ki, bax, buranı tap. AB düz xətlər də təbii ki, həmişə kimi paralellik şərtini ödəyir. Deməli, biz köməkçi bir düz xət çəkirik.
Biz demişdik ki, paralel düz xəttin 3-cü ilə kəsməsindən alınan bucaqlar. Bax, bir kənarda qeyd edirəm. 2 paralel düz xəttin 3-cü ilə kəsməsindən alınan bucaqların növləri də bərabərdir. Bax, bu necə bucaqdır? İti. Onun qarşısı da itidir. Fikir verirsiniz, böyründəki, yəni qonşusu nə olacaq? Kör bucaq. Digər qarşısı da kör bucaq olacaq. Kör bucaq. Sonra daxili bir tərəfli bucaqların cəmi 180-dir. Bu kör bucaqsa, burada iti bucaqdır. Elə növündən görünür. Qarşısı da iti bucaqdır. Bu da kör bucaqdır. Kör bucaq. Yuxarısı da olacaq kör bucaq. Deməli, qarşılıqlı bucaqlar bərabər, qonşu bucaqların cəmi 180-dir. Və növündən asılı olmayaraq iti bucaqların hamısı bərabər, kör bucaqların da hamısı bərabər. İndi buradan yola çıxaraq. Fikir verin. 2 paralel düz xətti, köməkçi düz xətt çəkdik. Bura 110 dərəcədə aşağını tapdım 70. Çünki daxili bir tərəfli. Tez 180-dən çıxıram 110-u. Eləcək 70. Digər tərəfdən də 2 paralel düz xətt 3-cü ilə kəsib 100-dürsə, digər olacaq 80 dərəcə. Çünki daxili bir tərəfli bucaqların cəmi 180 dərəcədir. Bunun özü də neçə dərəcədə? Açıq bucaq daxil 180. Deməli, 70 ilə 80-i toplayıram 150. 180-dən də 150-ni çıxanda eləcək 30. Bax, bu x-i tapdım ki, 30 dərəcədir. Köməkçi düz xətt çəkərək həll olunur. Sonra ziqzaq şəklində gəlirsə bucaq. Deməli, bunlar çarpaz bucaqlardır. Fikir ver. Məsələn, 80 dərəcədir. Bu da 80 dərəcədir. Çarpaz bucaqlar nədir? Bərabər. Daxili çarpaz bucaqlar adlanır. Daxili çarpaz bucaqlar hər zaman bərabərdir. Nə zaman? AB-yə paralel olanda. Əgər sənə paralellik şərti verilibsə və bu paralellik şərtinin doğru olması üçün də daxili çarpaz bucaqlar hər zaman bərabər olmalıdır. Sonra M şəklinə çəkilmişdir. Məsələn, A B-yə paraleldirsə. Deyir, A paraleldir B-yə. Məsələn. Sonra buranı verib 30 dərəcə, buranı verib 50 dərəcə. Bizə deyir, bax, buranı tap. Deməli, bir əslində köməkçi xətt çəkməliyik. Demişdik axı, çarpaz bucaqlar nədir? Bərabər. 30-dursa burada 30-dur, 50-dirsə burada 50-dir. Belə baxıram ki, 30 ilə 50-nin cəmi neçə eləyir? 80. Aha, belə bir qayda çıxır ortaya. M şəklində olarsa. Məsələn, bura 30 dərəcədir, bura 50 dərəcədir. Bizə deyirik, orta. Uc bucaqların cəmi ortadakı bucağa bərabərdir. Deməli, 30 ilə 50-nin cəmi, yəni ucdakı, belə deyim, bucaqların cəmi və kör bucaqdır. Deməli, ortadakı bucağa bərabərdir. 80 dərəcə. Qələm şəklində hər zaman uşağa deyirəm, gülüşürlər. Qələmə bənzər şəklində bucaqlar verilibdir. Məsələn, 100 dərəcədir, belə deyəndə daha tez yadda qalır. 130 dərəcədir, bizə deyir, bax, bu ikisi tap. Deməli, M şəklində olanda demişdik, bu ikisinin cəmi ortadakıdır. Amma qələmə bənzər olanda fikir verin, çaşmayın heç vaxt. Üçünün də cəmi 360 olacaq. Yəni, 100-ün üzərinə 130 gəlirəm, eləyir 230. 360-dan da çıxıram 230-u, eləyəcək 130. Salam, deməli, bu da x da 130 dərəcədir. Deməli, qələm şəklində olanda üçünün də cəmi 360-dır. Amma M şəklində olanda kənarların cəmi ortadakına bərabərdir. Daha sonra bucaqlarda belə bir şəkillərə də rast gəlmək mümkündür. Fikir verin. Aha. Bura verilib 130 dərəcə. Bura verilibdir, deməli, 60 dərəcə. Bizə deyir, bax, buranı tap. Biz təbii ki, bax, paralelli, bax, A-dır, B-dir. Bizə deyir, A paraleldir, B. Baxıram ki, bu hansına paraleldir? A ilə B. Deməli, paralelli şərt doğru olsun deyə, bax, burada 3 bucaq yaratdıq. Uyğun bucaqlar bərabərdir. Özü kör bucaqlardır. 130-sa, burada 130-dur. Nəyi tapıram? Qonşusunu. Tez 180-dən 130-unu çıxıram, eləyir 50. Bax, buranı tapıram 53 bucağın daxili bucaqların cəmi 180-dir. 50-nin üzərinə 60 gələm, eləyir 110. 180-dən çıxıram 110-nu, eləcək 70. Deməli, təpədəki bucaq neçə dərəcə oldu? 70. Yadınızda qalsın. Paralellik şərti hər zaman bizə köməkçi olur. Bir dənə də var. Məsələn, ən çox qarşımıza çıxan suallardan biri. Deməli, verib bizə 3x,
Buranı verib 6x. Və bizə deyir ki, buranı da versin 40 dərəcə. Məsələn, dəqiqə. Buranı da versin, misal üçün, x. Aha. Bizə deyir ki, bax, bu bucağı tap. Ya da x-i tap. Belə deyək, x-i tap. Deməli, bir köməkçi paralel şərti ödənsin deyə, bax, xət çəkirəm. Fikir verirsiniz. Uyğun bucaqlar nədir? Bərabər. Bax, bu 3x ise burada 3x. Fikir verirsən, bax, uyğun bucaqlardır. 3x. 6-nın tərsinə yazmışam. Yaxşı, 6x bu olsun, 3x bu olsun. Aha, oldu 6x, burada 3x. Aha, uyğun bucaqlar bərabər. Deməli, bu şəkildə fikir verirsiniz. Aha, veriləndə, bax, bununla bunun cəmi ortadakına bərabərdir. Fikir verirsiniz. 6x ilə 3x nə bilir? 9x. Deməli, kənarların cəmi ilə ortadakıdır. Eləyir 9x. Buranı daxı x verib. Deməli, bu açıq bucaqdır. 180 dərəcə olmalıdır. 10x bərabərdir 180 dərəcə. X də bərabərdir 18. Deməli, x-i soruşursa 18 və ya bu 9x-i soruşursa 9 18-ə vuracam 162 dərəcə. Yəni, nə istəyirsə artıq tapa bilərik x-i tapandan sonra. Neynədik? Uc bucaqların cəmi ilə ortadakını verdi.